Araz Naxçıvan 20-ci komanda oldu ki, Azərbaycan çempionatları tarixində 3-cü yeri tutdu. İndi başqa bir məsələ, bu onların da qeyd elədiyi kimi Naxçıvana qayıtmaq məsələsi. Mən Zahir Axundovun belə bir müsahibəsini oxudum. Naxçıvan stadionu üçün layihə hazırlanır. Ümidvaram ki, yaxın gələcəkdə Naxçıvanda oynayacaq. Təsəvvür edirsiniz, hələ layihə hazırlanır. Artıq Araz Naxçıvan neçə ildir Premier Liqada oynayır? Araz Naxçıvan Premier Liqaya gələnlər söhbət gedirdi. Yaxşı, bəs peşəkar futbol liqası nə qədər güzəştli gedəcək bu komandaya? Baxın, dünən Naxçıvan futbol sevərləri, futbol azarkeşləri coşku ilə qarşıladılar bu hadisəni. Yəni, qələbə yürüyüşü təşkil etdilər. Babək küçəsindən Heydər Əliyev küçəsinə qədər qələbə yürüyüşü təşkil etdilər. Hansı ki, orada futbol yoxdur. Bunlar nə vaxt o sevimli komandaların Naxçıvanda görəcəklər? Və Zahir Axundov müsahibəsi də nikbinliyə əsas vermədi. Layihə hələ hazırlanır. Və bu layihə nə vaxt, niyə indi hazırlanır? Bu nə vaxt hazırlanmalı idi? Elə yalandan qeyd edirdilər ki, gedib baxıblar, iş gedir. Hanı o iş? PFL nümayəndələri gedib ora baxırdılar stadiona. Bir neçə aydan sonra olacaq, yarım ildən sonra olacaq. Hanı bəs bu? Yenə deyirəm, bu Naxçıvan futbol azarkeşlərinin yazığız gəlməyib. Bu Naxçıvan SSR çempionatında oynamış bir komandadır və gözəl də stadionu var. Yəni orada o qədər mi? Düzdür, mən inanıram, Zahir Axundov bu işin öhdəsindən gələcək. O yeni seçilib Naxçıvan Futbol Federasiyasının prezidenti. Bu işlərin öhdəsindən gələcək, amma çox gecikir komanda. Mən hər dəfə qeyd edirəm ki, əgər Araz Naxçıvan öz oyunlarını Naxçıvanda keçirsəydi, minimum 2-ci yer tutardı, minimum. Çempionluğa oynardı, mən buna əminəm. Amma Mərdəkanda 5-10 tamaşaçı gəlib, o da ya futbolçuların qohum əqrabası idi, ya tanışlarıdır. Bilmirəm, bu nə vaxtacan davam edəcək.